22 yanvar. Qoç. Bugün içində olan enerjini doğru yönləndirdikdə çox məhsuldar nəticələr əldə edə bilərsən. Sən adətən gözləməyi sevmirsən, amma bugün tələsmədən addım atmaq daha yaxşı olacaq. Xüsusilə iş və şəxsi planlarında bir məsələni dəqiqləşdirib ona fokuslanmaq sənə böyük rahatlıq gətirəcək. Günün ortalarında yaxın birindən alacağın bir xəbər motivasiyanı artıra bilər. Əgər uzun müddətdir arxa plana atdığın bir məsələ varsa, bugün onunla məşğul olmaq üçün münasib gündür. Emosional olaraq da daha sakit və nəzarətli olacaqsan, bu da digər insanlarla ünsiyyətində pozitiv təsir yaradacaq. Axşama doğru özünə vaxt ayırmaq, düşüncələrini toparlamaq və gələn həftə üçün kiçik planlar qurmaq yaxşı təsir edəcək. Hər şey yoluna düşür, sadəcə biraz səbr və ardıcıllıq lazımdır. Buğa. Bugün stabil enerji gətirir və sənin üçün rahat axacaq. Maddi və işlə bağlı məsələlərdə irəliləyiş görmək mümkündür. Bir mövzuda gözlədiyin cavab gəlirsə, o düşündüyündən daha müsbət ola bilər. Ətrafında olan insanlar sənə güvənəcək və sən də bu güvəni doğrultmaq üçün daha diqqətli davranacaqsan. Ailə içi məsələlər və şəxsi münasibətlərdə isə sənin sözün bugün daha çox keçəcək. Emosional olaraq sabitlik hiss edəcəksən və bu qərarlarına da əks olunacaq. Günün ikinci yarısında özünü rahatlaşdıracaq məşğuliyyətlərə vaxt ayırmağın faydalı olacaq. Bədəninə, yuxuna, qidalanmana diqqət etsən, yaxın günlərdə bunun bəhrəsini görəcəksən. Çox güman ki, bugün yeni bir plan quracaqsan və bu plan gələcəkdə sənə yaxşı uğurlar gətirəcək. Əkizlər. Bugün beynin çox aktiv işləyəcək və fikirlərini toparlamağın asan olacaq. Danışıqlar, mesajlaşmalar, qısa səfərlər və ya planlaşdırmalar üçün əla gündür. Əgər uzun müddətdir kiməsə bir söz demək istəyirdinsə, bugün istifadə edə biləcəyin enerjilər var. İnsanlarla əlaqələrin ön planda olacaq və sənin çevik düşüncə münasibətləri daha da yüngülləşdirəcək. İşdə isə gözlənilməz bir xəbər alman mümkündür. Bu, səni həm sevindirə bilər, həm də motivasiyanı artıracaq. Özünü daha yaradıcı hiss edəcəksən və başladığın işlərdə sürətli irəliləyiş görəcəksən. Axşam saatlarında fərqli bir fikir beynində doğa bilər və bu, yaxın gələcək üçün maraqlı bir addımın başlanğıcı ola bilər. Bu günü kommunikasiya və yeni fikirlər günü kimi qəbul et. Xərçəng. Bugün emosiyalarını daha yaxşı idarə edə biləcəksən və sənin üçün sakit, amma məhsuldar bir gün olacaq. Ailə, ev və şəxsi həyatla bağlı məsələlər ön planda ola bilər. Uzun müddətdir düşündüyün bir məsələ bugün sanki öz-özünə həll yoluna düşəcək və sənə rahatlıq gətirəcək. İş və maddi mövzularda isə bugün daha realist davranacaqsan. Bir xəbər və ya təklif ala bilərsən, amma dərhal qərar verməyə tələsmə, biraz düşünmək daha yaxşıdır. Enerjin gün ortaya doğru yüksələcək və özünə daha çox güvən hiss edəcəksən. Axşama doğru evdə sakit mühitdə olmaq sənə çox yaxşı təsir göstərə bilər. Həmçinin yarımçıq qoyduğun işləri tamamlamaq üçün ideal vaxtdır. Bugünkü sakitlik sənə böyük güc verəcək. Şir. Bugün səhnə sənin üçün açıqdır və enerjin yüksək olacaq. İnsanlar sənin fikirlərinə daha çox önəm verəcək və sən də özünü daha açıq ifadə edə biləcəksən. İş və yaradıcı layihələr üçün çox uyğun gündür. Çox güman ki, yaxın ətrafından biri sənin fikrindən təsirlənəcək və bu, sənə əlavə motivasiya verəcək. İctimai və ya sosial fəaliyyətlərdə önə çıxma şansın var. Günün ortasında yaraşıqlı bir inkişaf və ya sürpriz az da olsa sevinc gətirə bilər. Əgər məqsədin varsa, bugün onun üçün ciddi addımlar atmaq olar. Emosional olaraq isə özünü daha isti və paylaşımcı hiss edəcəksən. Axşam saatları isə enerjini balanslamaq üçün sakit fəaliyyətlərə keçmək yaxşı fikir olacaq. Günün sonunda bugün mənə çox yaxşı gəldi deyə biləcəksən. Qız. Bugün nizam-intizam, planlama və detallara fokus sənə uğur gətirəcək. Beynin daha aydın işləyəcək və qarışıq görünən məsələləri rahatlıqla çözəcəksən. İşlə bağlı sənə verilən bir tapşırıq və ya məsuliyyət gözlənildiyindən daha yaxşı nəticə verə bilər. Maddi və ya praktiki məsələləri yoluna qoymaq üçün də uyğundur.
İnsanlarla ünsiyyətdə isə bugün daha anlayışlı və səbirli olacaqsan. Ətrafındakılar sənin dəqiqliyinə güvənəcək. Günün sonuna doğru isə yorğunluq hiss edə bilərsən, buna görə özünə biraz istirahət imkanı yaratmağın vacibdir. Özünü inkişaf etdirməklə bağlı yeni bir maraq və ya fikir də yarana bilər. Bugünkü stabil enerji sənə həm motivasiya, həm də rahatlıq gətirəcək. Tərəzi. Bugün balans və harmoniya sənin həyatında daha çox hiss olunacaq. Ünsiyyət və əlaqələr ön planda olacaq, insanlar səninlə danışmaqdan zövq alacaq. İctimai fəaliyyətlər, əməkdaşlıqlar və ya müzakirələr üçün uyğun gündür. Əgər kimləsə aranda anlaşılmazlıq olubsa, bugün onu yoluna qoymaq şansı var. Qərar verməkdə çətinlik çəkdiyin bir mövzu varsa, günün ortasında sənin üçün aydınlaşacaq. Maddi mövzularda da yaxşı xəbərlər ala bilərsən. Günün enerjisi həm də sənə yaradıcı ilham gətirə bilər, xüsusilə gözəllik, incəsənət və dizaynla bağlı işlərdə. Axşam saatlarında isə özünə və emosiyalarına yönəlmək yaxşı təsir edəcək. Bugün sənə həm yüngüllük, həm də aydınlıq gətirəcək. Əqrəb. Bugün hisslərin güclənə bilər və dərin düşüncələr içində ola bilərsən. Ancaq bu enerji sənin üçün xeyirlidir, çünki həllini gözləyən məsələləri daha aydın görə biləcəksən. İş və şəxsi həyatda gizli qalan bir məqam ortaya çıxa bilər və bu, hadisələrin gedişatını dəyişə bilər. Maddi mövzularda diqqətli olsan yaxşıdır. Yaxın çevrəndə birinin danışığı sənə yeni bir fikir verə bilər. Günün ortasında enerjin yüksələcək və daha motivasiyalı hiss edəcəksən. Əgər uzun müddətdir düşündüyün bir dəyişiklik varsa, bugün onun ilk addımını ata bilərsən. Axşama doğru isə emosional rahatlama və introspeksiya üçün ideal vaxtdır. Bugün sənin üçün dərin, amma çox faydalı bir gün olacaq. Ox atan. Bugün açıq fikirlilik və optimizmini daha çox hiss edəcəksən. Planlar qurmaq, gələcəklə bağlı istiqamət müəyyən etmək üçün çox uyğun gündür. Təhsil, səfərlər və ya yeni biliklər əldə etməklə bağlı addımlar ata bilərsən. Ünsiyyətin güclü olacaq və insanlar sənin pozitiv enerjindən ilham alacaq. Günün ortasında maraqlı bir xəbər və ya imkan ortaya çıxa bilər. Əgər hansısa layihəyə başlamaq istəyirdinsə, bugün onun ilk addımını ata bilərsən. Şəxsi münasibətlərdə isə səmimi və açıq olmaq daha yaxşı nəticə verəcək. Axşam saatlarında özünə zaman ayırmaq, musiqi, film və ya təbiətlə ünsiyyət yaxşı təsir edəcək. Bugün sənin üçün ilham və genişlənmə günü kimi keçəcək. Oğlaq. Bugün daha ciddi, planlı və fokuslanmış olacaqsan. İş və məsuliyyətlərin ön planda olacaq və sən bunların öhdəsindən rahatlıqla gələ biləcəksən. Maddi mövzularda yaxşı bir xəbər almağın mümkündür. Bugün real nəticələr əldə etmək üçün çox münasibdir. Ətrafındakı insanlar sənin verdiyin qərarlara güvənəcək və sənin liderliyini hiss edəcək. Günün ortasında uzun müddətdir düşündüyün bir məsələ aydınlaşa bilər. Emosional olaraq daha sakit olacaqsan və bu münasibətlərində də balans yaradacaq. Axşam saatlarına doğru özünü biraz yorğun hiss etsən də, bugün gördüyün işlər sənə böyük rahatlıq gətirəcək. Bu, həm məhsuldar, həm də əminlik verən bir gündür. Dolça. Bugün yenilik, dəyişiklik və fərqli düşüncə tərzi sənin üçün ön planda olacaq. Hər zamanki kimi kreativ və sərbəst davranacaqsan. Yeni bir fikir və ya layihə ağlına gələ bilər və bu, yaxın zamanda həyatında maraqlı dəyişikliklərə səbəb ola bilər. İnsanlarla ünsiyyətin güclənəcək və bəzi əlaqələr sənin üçün önəm qazana bilər. Günün ortasında gözlənilməz, amma sevindirici bir məlumat ala bilərsən. Maddi və ya işlə bağlı məsələlərdə isə biraz diqqətli olmaq lazımdır. Detalları qaçırmamağa çalış. Axşam saatlarında sosial fəaliyyətlər və ya dostlarla keçən zaman sənin üçün çox enerji verici olacaq. Bugün sənə həm dinamika, həm də motivasiya gətirir. Balıqlar. Bugün daha həssas, yaradıcı və intuitiv olacaqsan. Hisslərin güclü işləyəcək və insanların nə düşündüyünü daha rahat sezə biləcəksən. İş və şəxsi həyatda qarışıq görünən bir məsələ bugün aydınlaşa bilər.
Yaradıcı işlərlə məşğul olmaq, musiqi və ya sənətə vaxt ayırmaq sənin üçün çox faydalı olacaq. Maddi məsələlərdə isə daha real yanaşmaq lazımdır. Bu gün başqalarına yardım etmək istəyin artacaq və bunun qarşılığını da müsbət formada alacaqsan. Axşama doğru səssiz bir mühitdə olmaq, dərin nəfəs almaq və özünə zaman ayırmaq enerji balansını bərpa edəcək. Bu gün sənin üçün həm emosional, həm də ruhən gücləndirici bir gündür.